Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Yadımızdadırsa, keçən dəfə biz bəzi məsələlərə toxunduq. Xüsusən də Yahudilərlə olan bir mövzunu araşdırdıq. Sonra isə şərab barəsində danışdıq. Bu gün isə növbəti bir döyüş barədə, daha doğrusu bir yürüş barədə danışacağıq. Sonra bir neçə dənə məsələlərə toxunacaq. Deməli, Zatur Riqa adında olan döyüşdür. Deməli, döyüşün belə adlandırılmasının səbəbi budur ki, həmin o döyüş məntəqəsi enişli, yoxuşlu dağdır və müsəlmanlar da piyada getdiklərinə görə ayaqlarına köhnə parçalar doladığından belə adlanırdı. Əslində Zatur Riqa döyüşü müdafiə xarakterli idi və Peyğəmbər də ora qoşun apardı. Deməli, orada Qətafan qəbiləsinin Bəni Məharib və Bəni Sələbə tayfalarını Peyğəmbərə xəbər çatmışdı ki, o kəşfiyyat nəticəsində bunlar Mədiniyə hücum etmək istəyirlər. Peyğəmbər də onları qarşıladı və ora bir yürüş etdi və bu zaman ordu gəldi, Nəcd istiqamətinə çatdı. Müsəlmanların gəldiyini, İslam ordusunun gəldiyindən xəbər tutan düşmən geri çəkildi və dağın başına tərəf qaçdı. Və bu döyüş belə görsənir ki, çox çətin döyüşlərdən biri olacaqmış. Çünki ona görə də Allah Mütəal o qorxu namazını Peyğəmbərə əmr edir ki, möminlərlə qorxu namazı qılınsın. Onun xüsusi bir qaydası var. Burada demək istəmirəm, xutbələrin birində ona toxunmuşam. O qorxu namazında elə qılınır ki, həm namazı qılırsan, çünki qılmalısan, həm də növbə ilə qılınır və düşmən müsəlmanlar namazdaykən onlara narahatçılıq yaratmır. Yəni Peyğəmbər elə bir şəkildə onları deyir ki, Allahın əmri ilə təbii ki, möminlər həm namazda olurlar, eyni zamanda da düşmən də onları təhlükəli bir vəziyyətə salmır. Maraqlı hadisələrdən biri baş verir. Deməli, oradan qaydanda İslam ordusu bir yerə qədər də, müəyyən qədər də qənimət əldə eləmişdi. Bir yerdə gecələməli olurlar, dərə idi ora. Dərənin girişində Peyğəmbər 2 nəfəri nəzarətçi qoyur, Übədullah Əmmar adında. Ki, onlar səhərə qədər müsəlmanların keşiyində dursunlar ki, əgər qoşun filan düşmən gəlsə, xəbər versinlər. Birinci Übad puskuda durur, Əmmar isə yatır. Və deməli, Qətafan qəbiləsində olan bir kişi onları təqib eləyir və gecənin qaranlığında gəlir, görür ki, həmin o puskuda duran cavan oğlan ki, Übad olur o namaz qılır. Və bu vaxt ona ox atır. Ox gəlir Übadın ayağına dəyir. Amma Übad o qədər eşqlə namaz qılır ki, hiss eləmir. İkincini də atır, hiss eləmir. Üçüncüdə artıq Übad hiss eləyir və bu vaxtı namazını tez qılır və gedir Əmmarı oyadır. Übad əməlli başlı yaralanmışdı. Əmmar ona deyir ki, nə əzəb tez demədin, gərək əvvəlcədən deyəydin. O da deyir ki, Allahla münacata o qədər qərq olmuşdum ki, bu iş vacib bir iş olmasaydı, Peyğəmbər və müsəlmanların canı xətərdə olmasaydı, bəlkə də bunu da deməyəcəkdim. Bax, belə qəribə imana sahib olan kəslər var idi. Bu da bir məsələ. Növbəti mövzumuz 2-ci Bədir adlanır. Deməli, yadımızdadırsa, əvvəlki dərslərdə də demişdik ki, Bədir günü döyüş oldu. Bədirdən sonra deməli, Əbu Sufyan gillər, yəni Qureyş ordusu, Məkkə ordusu məğlub olandan sonra Əbu Sufyan demişdi ki, gələn il bu vaxtı biz bir də görüşəcəyik Bədirdə. Belə bir söz demişdi. Ya belə demişdi, ya mənim xatirimdə belə qalıb, amma ola bilsin bir də Uhudda demişdi ki, biz bir də Bədir quyularının yanında görüşəcəyik. Növbəti il çatanda bir kitabdan belə yadımdadır, amma sizin kitabınızda isə Uhud döyüşü yazır.
Hər halda o qədər də mühüm deyil. Hər halda Əbu Süfyan söz vermişdi. Maraqlı məsələlərdən də biri budur ki, onlar nəyisə söz verirdilərsə, gərək yerinə yetirəydilər. Çox qəribə bir belə deyək, adətləri var idi. Ərəblər bir şeyə söz verdilərsə, onu etməmək, ərəblər öz kişiliklərini onu sıxışdırmırdılar. Bu dəfə indi növbə gəlib çatıb həmən vəziyyətə, amma Əbu Süfyan heç hazır deyil. Onlar döyüşə hazır deyillər. Yəni Qureyş ordusu döyüşə hazır deyil. Amma peyğəmbər də ordunu hazır vəziyyətə gətirir. Çünki Əbu Süfyan deyib ki, biz döyüşəcəyik. Gələn il bu vaxtı döyüşəcəyik. Peyğəmbər də bilir ki, deyibsə eləyəcəklər. Deməli, ona görə də Əbu Süfyan, Qureyş ordusu məcbur qaldılar. Nəim ibn Məsud adlı bir nəfəri Məkkəyə gələndə ondan görüşdülər. Əbu Süfyan ondan xahiş elədi ki, get Peyğəmbərə denən ki, Mədinəyə getsən. Peyğəmbərə denən ki, Qureyşlə döyüşməsinlər. Bu döyüşdən onları çəkindir. Çünki Qureyş bu il döyüşə hazır deyil və biz o döyüşə getsək, müsəlman ordusunun o manevrları, hərbi manevrları bizim üçün ziyan ola bilər. Nəim ibn Məsud da Mədinəyə gəldi, Əbu Süfyanın sözünü Peyğəmbərə çatdırdı, amma Peyğəmbər onun dediklərini qəbul etmədi, ona məhəl qoymadı və 1500 nəfərlik ordu ilə və bir qədər də ticarət yükü ilə Bədir məntəqəsinə gəldi. 8 gün orada qaldılar və ticarət vaxtı deyə o gətirdikləri o ticarət yüklərini də, mallarını da orada satdılar, xeyli qazanc götürdülər və bazara bütün gələnlərin hamısı getsələr də, amma müsəlmanlar getmədilər. Elə ki, müsəlmanlar getmədilər, ümumiyyətlə oradaydılar, bu xəbər Məkkəyə çatdı. Məkkəyə çatanda Məkkənin artıq o böyükləri dedilər ki, biz söz vermişik və o bizi gözləyir. Nə olsa da getməliyik. Və Əbu Süfyanı xeyli danladılar. Xüsusən Səffan ibn Ümeyyə Əbu Süfyanı xeyli danladı ki, sən ümumiyyətlə niyə belə söz verirdin ki, gərək belə söz verməyəydin. İndi də söz vermisənsə gərək edək. Çünki belə bir şeydə biz geriyə addım atsaq, bu bizim hörmətimizin itməsinə səbəb ola bilər. Sən gərək döyüş vədəsi verməyəydin, indi də belə bir rüsvaçılıqla qarşılaşmayaydıq. Amma Əbu Süfyan nə edir? Cəmaatı yığır ki, biz getməliyik və gedəndən sonra yolun güya ki, gedirlər döyüşə. Əbu Süfyan özü əvvəldən bunu belə düşünür. Cəmaata deyir ki, yaxşı, onda gedirik döyüşməyə. Elə ki, biz adımız pis olacaq, biz gedirik döyüşməyə. Bədir Məkkədən çıxırlar, biraz gedəndən sonra Mərruz Zəhran ərazisində Əbu Süfyan deyir ki, çox qəhətlik var və biz pis nəticə verə bilər. Ona görə də biz mütləq qayıtmalıyıq Məkkəyə. Və Əbu Süfyanın belə qərarı artıq ordunu da qayıtmağa vadar edir. Ondan sonra onlar qayıdırlar Məkkəyə və 2-ci Bədir döyüşü baş tutmur. Hicrətin 3-cü ilindəyik deyə o hadisələrdən biri Şaban ayının 3-ü Peyğəmbərin 2-ci nəvəsi Həzrət Hüseynin anadan olmasıdır. Şaban ayının 3-ündə. Təqribən bir neçə gündən sonra, yəni təqribən 10 neçə gündən sonra Şaban ayının 3-ü İmam Hüseyn əleyhissalamın da mövlud günüdür. Və başqa bir hadisədə Əli əleyhissalamın anası Fatimə binti Əsədin vəfat elədiyi ildir və bir də ki, Peyğəmbər Zeyd ibn Sabiti göndərir Yahudilərdən Siriyani xəttini öyrənsin. Bunların hamısı həmən ilə təsadüf edir. Daha doğrusu, bu birisi illərdə döyüş olmur deyə Hicrətin 3-cü ilində İmam Hüseyn əleyhissalam dünyaya gəlir, bu heç. Amma Fatimə binti Əsədin vəfatı, Zeyd ibn Sabitin Siriyani xəttini öyrənməsi Hicrətin 4-cü ili olur. Hicrətin 4-cü ili olur. Sonra keçid alırıq Hicrətin 5-ci ilində baş vermiş hadisələrə. Burada bir çox hadisələrə toxunacağıq. Onlardan biri Xəndək döyüşüdür. Bəni Qureyzənin ümumiyyətlə Peyğəmbərlə olan hadisəsidir. Və ən mühüm hadisələrdən biri isə Peyğəmbərin Cəhşin qızı Zeynəblə evlənməsidir.
Deməli, ilk olaraq bu barədə danışmaq istəyirik. Zeynəbin peyğəmbərlə evlənmə məsələsi. Deməli, çox maraqlı məsələlərdən biridir. Çox ibrətamiz məsələlərdən biridir və peyğəmbərin məzlumiyyətini və fədakarlığını və İslam üçün necə bir yollar axtardığını açıq-aşkar göstərən bir hadisədir. Eləcə də Allahın öz bəndələri üçün onları necə stereotiplərini dağıtmaq üçün Allahın rəhmətini görəcəyimiz hadisələrdən biridir. Mən yavaş-yavaş danışım hadisəni, özünüz də baxın. Zeyd ibn Harisə kimdir? Deməli, Zeydi uşaq vaxtı bədəvi ərəblər bir karvandan oğurlayırlar, gətirirlər Məkkədəki Okaz bazarında qul kimi satırlar. Həkim ibn Həzam da onu alır və aparır bibisi Xədicə xanım üçün, peyğəmbərin xanımı Xədicə. Sonra Xədicə xanım da peyğəmbərlə ailə qurandan sonra onu peyğəmbərə hədiyyə eləyir. Peyğəmbər doğrudan da Zeydi çox istəyir. Zeyd özü də elə buna layiq idi, çox əxlaqlı adam idi, əxlaqlı uşaq idi və peyğəmbər elə həm onu böyüdür, həm də elə onu özü üçün saxlayır və bir vaxt olur ki, Zeydin atası axtarıb tapıb gəlir Məkkəyə. Bilir ki, uşaq Məkkədədir və gəlir uşağı da tapır. Peyğəmbərdən istəyir. Peyğəmbər də deyir ki, əlbəttə, yəni sənin övladınsa bunu apara bilərsən, amma deyir ki, belə bir iş görə. Zeydin özünə ixtiyar verə, o əgər getmək istəsə getsin, qalmaq istəsə də qalsın. Ümumiyyətlə Zeyd çox İslam tarixində parlaq şəxsiyyətdir. İndi özünüz də görəcəksiniz. Mütə döyüşündə də bayraqdar olur və orada şəhid olur. O vaxta qədər də peyğəmbərin xas səhabələrindən olur. Peyğəmbər təsəvvür edin ki, onu oğulluğa götürür. Peyğəmbər özü onun elçiliyinə gedir və s. və ilə axır. Yaxşı. Sonra onun oğluna da peyğəmbər böyük bir imtiyaz verir. Üsamə ibn Zeydi özü dünyadan dəyişən vaxtı onu İslam ordusunun rəhbəri təyin edir və onu Bizans üzərinə göndərir. Hər halda Zeyd peyğəmbər üçün çox mühüm kəs idi və o ixtiyarı Zeydə verəndə Zeyd ata-anasını yox, peyğəmbəri seçir. Ata-anasına deyir ki, siz mənim ata-anamsınız, amma mən peyğəmbərin yanında qalmaq istəyirəm, sizlə getmək istəmirəm. Və peyğəmbərin yanında qalır, peyğəmbər onu çox istəyir və onu oğulluğa götürür. O qədər peyğəmbər ona oğlu kimi baxır ki, bəzən ona Zeyd ibn Harisə yox, Zeyd ibn Muhammed kimi onu çağırırdılar. Bəzən də peyğəmbər deyirdi ki, mən istəyirəm ki, bu oğlan məndən sonra hətta irs də aparsın. Çünki həqiqi oğlu deyil idi, amma çünki həqiqi oğlu olsa bunu deməyə, elanı verməyə ehtiyac yoxdur. Amma peyğəmbər deyirdi ki, istəyirəm bu məndən irs də aparsın. Və mütə döyüşünə qədər peyğəmbər onu həddindən artıq çox istədi və onun şəhadətində də peyğəmbər ona öz oğlu qədər narahat olurdu. Bir vaxt gəldi çatdı ki, peyğəmbərin həm Zeydin evlənmə vaxtı idi, həm də aləmlərin Allahı peyğəmbərə böyük bir iş tapşırdı. Peyğəmbərin işləri ancaq döyüşlər olmuyor. Peyğəmbər üçün çətin proseslər olub, çoxlu çətin proseslər olub. Hamısı fiziki çətinliklər deyil, bəzən mənəvi çətinliklər də var idi. Məsələn, onlardan biri tutaq ki, məsələn, mən elə hesab edirəm ki, möminlərin cihad üçün çağırmaqdır. Çünki cihad ölüm deməkdir. Möminləri cihad üçün çağırmaq, onların ailəsinin gözü yaşlı olması deməkdir. Onların ailəsinin başsız qalması deməkdir. Əminəm ki, Peyğəmbər hər dəfə cihad əmrində bu hissləri yaşayırdı. Nə bilim, Peyğəmbər ona tərəf gəlib acılıqdan, susuzluqdan, acılıqdan və maddiyyat sıxıntısından, xəstəlikdən əziyyət çəkənlər var idi. Onların eşidəndə əminəm ki, Peyğəmbər narahat idi. Yəni, bütün narahatçılıqları ilə döyüşlərdəki acılığı, susuzluğu və əziyyəti deyil idi. Həm də mənəvi istirabları var idi Peyğəmbərin. Nə bilim, Xums ayəsi nazil olurdu, Xums deyirdi və s. və ilə axırda Peyğəmbər cəmaatın da əziyyət çəkməsini başa düşürdü. Baxmayaraq ki, onlara savabı var idi, amma Peyğəmbər narahat olurdu. Onlardan da biri bu idi ki, məsələn, Peyğəmbərə əmr olundu ki, Zeyd bir qulu idi axı, bir qul idi, onu bazardan almışdılar. Ərəblərdə çox məşhur bir
söz var ki, yəni bir qayda var idi, adət var idi daha doğrusu ki, əsl nəsəbi yaxşı olan bir kəs qula heç vaxt ərə getməz. Yəni ona görə də heç vaxt qul olan adamlar, əsl nəsəbi yaxşı olan adamlara heç elçi düşmürdülər. Peyğəmbər bu stereotipi sındırmaq istəyirdi. Başa salmaq istəyirdi ki, Allah yanında ən üstün kəs təqvalı olan kəsdir. Başqa təbəqələşmə, başqa nə bilim hansısa əsl nəsəb məsələləri mühüm deyil. Bunu aradan aparmalıdır. Ona görə də öz bibisi qızı Zeynəbə elçi düşür. Gedir ona deyir ki, Zeynəbə deyir ki, səni Zeydlə evləndirmək istəyirəm. Bax, o doğrudan da çox pis idi. Bilirsiniz nəyə oxşur bu? Yəni təsəvvür edin ki, nə bilim, mən kimi deyim, tutaq ki, mən bir nəfər boşanmış bir xanım üçün nə bilim də boşanmış bir nəfər oğlana deyirəm ki, falan bir boşanmış xanımı alaq. Burada heç bir problem yoxdur da, düzdür. Amma bizim cəmiyyət bunu problemə çevirir. Bir nəfər xanım boşanıbsa, indi bu oğlanın anasına, atasına başa sal ki, burada problem yoxdur. Yaxşı, burada bir problem yoxdur. Bunun ata-anasına mən necə başa sala bilərəm? Yaxşı, başa sala bilmərəm də. Nə qədər çətindir. Məsələn, bir nəfər oğlan gəlib mənə desə ki, xahiş eləyirəm, ustad, gedək mənim ata-anama denən ki, mən o xanımı almaq istəyirəm. Mən gedəcəm, amma nə qədər mənim üçün çətin olacaq. Hələ mən o kəsəm ki, o ata-ana mənə yox deyə bilər. Amma Zeynəb üçün axı yox demək şərait yoxdur. Peyğəmbər gedibsə, gərək ərə getsin. Amma Peyğəmbər özü də başa düşürdü ki, axı o ürəyi istəmir. Bu şeylər Peyğəmbər üçün çox çətindir. Amma bu vəzifəni yerinə yetirməlidir. Çünki Peyğəmbər gəlmişdi ki, insanların bütün zehinlərini düzəltsin, dünya görüşlərini düzəltsin, mənəviyyat məsələlərini, həyatı məsələlərini düzəltsin və lazımsız stereotiplərin hamısını dağıtsın. Onlardan da biri buydu ki, əsl nəsəbi olan bir kəsə nə elçi düşmür olmazdı, nə də ki, onlara qız vermir. Yəni, onlar gəlib başqasından qız almazdılar. Peyğəmbər getdi Zeynəbə dedi. Dedi ki, bəs mən Zeyd üçün elçiliyə gəlmişəm. Əvvəlcə Zeynəb də narahat oldu. Çünki bilirsiniz, biraz qəribə olacaqdı da, cəmiyyət qəribə olacaqdı. Cəmiyyət belədir də. Məsələn, mən bir dəfə bir nəfərlə danışırdım. Bir xanım idi, yaxşı bir oğlanı var idi, ona ərə getmək istəyirdi. Amma sonra eşitmiş ki, oğlan bir dəfə ailəli olub boşanıb. İndi siz bir dənə buna diqqət edin, cəmiyyətimizdə bir gerizəkalılıq var da. İndi mən bunu, axırda cəmiyyətdə belə bir fikir var. Belə bir fikir var bu cəmiyyətdə ki, əgər o xanım boşanıbsa, adətən boşanmış bir nəfərlə ailə qurur. Heç ailə qurmamış bir nəfər oğlanla o oğlan gedib o xanımı alır. Belə bir təsəvvür var bu cəmiyyətdə. İndi şükür Allah, yavaş-yavaş aradan gedir, amma regionlarda, falanlarda belə o qalır. Yaxşı. İndi buna bizim cəmiyyətimizdə baxırlar, bəzən də necəsə başa düşmək istəyirsən. Bir nəfər deyir ki, yox da, mən ailə qurub boşanmış adamla evlənmək istəmirəm, övladım belə bir adama olsun. Bir başa düşürsən. Amma indi maraqlı məsələlərdən biri budur ki, oğlan ailə qurub boşanıb. Buna bir qızın ərə getməsi nisbətən rahat məsələdir də. Amma məsələn, o xanım dedi ki, mən ona gedərəm, o oğlana. Amma atam deyir ki, sən oğlana ərə getsən, onda sənin qohum-əqraban deyər ki, bu qızda nə problem var ki, o oğlana ərə gedir. Bax, cəmiyyətin belə görürsünüz necə stereotipləri var. Həm ailəli olub boşanmış xanımı almaq cəhətindən stereotipi var cəmiyyətin. Görürsünüz nə qədər çətindir. Yəni hansı valideyn qəbul edir? Yəni valideynlərə bunu qəbul etdirmək çox çətindir. Bu tərəfdən də hətta oğlan ki boşanıb,
o bu dəfə ailə qurmamış qızı elçi çıxanda orada da bir başqa məsələ yaranır. Bu stereotiplər əslində uyğun olan cütlüyün birləşməməsinə gətirib çıxardır. Peyğəmbər dövründə isə bu lap daha ciddi məsələ idi. Ümumiyyətlə indi biri var boşanıb boşanmamış məsələ, bir də var ümumiyyətlə təbəqə məsələsi. Yəni bir qul olan adam, baxmayaraq ki, imanlıdır, yaxşı oğlandır, hər cəhətdən özdə Zeyd gözəl, göçək oğlan idi. Amma o xanım əsl nəsəbi var deyə, bu quldur deyə heç ümumiyyətlə elçi düşə bilməzdilər. Və Peyğəmbər həm də bu adət-ənənə, bu təbəqələşməni sındırmaq istəyirdi, bərabərliyi düzəltmək istəyirdi ki, insanların hamısı bir-biri ilə bərabərdir. Bunu anlatmaq istəyirdi. Ona görə də Peyğəmbər getdi, öz qohumu idi, gərək elə öz qohumundan başlayaydı. Zeynəbə dedi ki, istəyirəm ki, ondan ailə qurasan. Zeynəb və qardaşı Abdullah əvvəl razı olmadılar və onlar dedilər ki, o Zeyd əvvəllər qul olub, biz belə eləsək, bizim adımıza nə sözlər gələr? Belə dedi. Bu vaxt Cəbrail əleyhissalam nazil oldu. Zeynəblə qardaşın hərəkətini pisləyən bir ayə gətirdi. Ayə belə idi ki, Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan kəs şübhəsiz ki, açıq-aydın azmışdı. Yəni bu ayə ilə Allah Mütəal Zeynəbi və qardaşı Abdullahı qınadı. Bir tarixdə də oxumuşam ki, Peyğəmbərin özünə Zeynəb dedi ki, mən sənə ərə gedərəm. Amma Zeydə yox. Peyğəmbər dedi ki, mən yox. Zeyd üçün istəyirəm səni. Yəni Zeynəb demək istəyir ki, mən sənin sözünü yerə salmaq istəmirəm. Amma Zeydlə alınmaz. Biz uyğun deyilik. Ondan sonra Zeynəb bu ayədən sonra razı oldu və Peyğəmbər onu Zeynəblə Zeydi evləndirdi. Və cəmiyyətdə belə bir stereotip sındı. Çünki Peyğəmbər bu işi görməsəydi əgər, cəmiyyət üçün çox çətin olacaqdı. İndi müsəlmanlar heç vaxt Zeynəbi qınaya bilməzdilər ki, Zeynəb nə üçün o qula getmirsə? O deyəcəkdi ki, Peyğəmbər eləyib. Hətta mən razı olmurdum, ayə gəlib. Bəzən də yenə deyirəm, bəzən heç insanın özü yox, o ətrafın fikirləri adamı narahat eləyir. Demirəm, o xanım da deyirdi ki, mən o oğlanla ailə qurmaq istəyərəm, amma baxmayaraq ki, o boşanmış bir oğlandır. Amma valideynlərim deyir ki, sən belə bir oğlanla ailə qursan, deyərlər ki, bu xanımın nə problemi var ki, boşanmış adama. Görürsünüz, cəmiyyət necə bir düşüncəlidir. Cəmiyyət elə bilir ki, elə insan ancaq beləsinə onu nöqsanlı görür deyə, adətən birinin nöqsanı olanda nöqsanlıya gedər. Belə bir stereotiplər ki var, hər cəmiyyətin özünə məxsus bir nöqsanlı tərəfləri və stereotipləri var. Məsələ bundan ibarət idi. Ona görə də artıq Peyğəmbər bu işi gördü. Heç kəs Zeynəbi qınaya bilməzdi. Heç kəs Zeynəbə deyə bilməz ki, Zeynəb nə üçün ona ərə getmisən? Çünki o yaxşı oğlan idi, mücahid idi, imanlı idi, Peyğəmbərin əzizi idi, cənnət əhli idi. Getməməyə səbəb bir dənə əsl nəsəb məsələsi idi və Zeydin qul olması idi. İndi də Zeynəbə heç kəs deyəməz. Çünki həm Peyğəmbər eləyib və bundan əlavə də ki, Quran ayəsi də nazil oldu Zeynəbin etirazına və qardaşının etirazına pis baxdı. Yaxşı, Peyğəmbər bu məsələni həll elədi. İndən sonra hər kəs istəsə qula, nə bilim, təbəqə cəhətindən, özündən aşağı olanlardan ailə qura bilər. Peyğəmbər bu işi gördü. İndi bir müddət keçəndən sonra Zeydlə Zeynəbin arasında problem yarandı. Əlbəttə, bəziləri deyirlər ki, problem Zeynəbdən doğurdu. Çünki o bir müddətdən sonra elə dilinə gətirirdi ki, mən məşhur ailədənəm, amma sənin keçmişin bir qul olub, falan, belə şeylər deyirdi və Zeyddə artıq problem yarandı və onlar boşanmaq qərarına gəldilər. Bəziləri də deyirlər ki, yox, Zeydin biraz xasiyyəti, sərt idi, falan. Hər halda, indi tarix bunu net şəkildə demir, hər halda Zeynəblə Zeyd boşanmaq ərəfəsində idilər və Zeyd gəldi onu Peyğəmbərə danışdı. Peyğəmbər Zeydə belə dedi. Dedi ki, arvadını boşama, Allahdan qorx.
özü də sərt şəkildə dedi. Bəziləri də elə bu sözə görə deyirlər ki, güya Zeydin səhvi olub, günah olub, amma ola bilsin ki, elə hər dəfə bir nəfər oğlan gəlib deyirsə ki, mən boşamaq istəyirəm, o demək deyil ki, onun səhv var, bəlkə dözə bilmir və s. Hər halda demək olmaz ki, kimdə idi problem bu məsələlərdə. İndi Zeynəblə Zeyd ki, boşanmaq artıq onlar alınmadı və Peyğəmbər də başa düşdü ki, bunlar da alınmır. Zeyd də, Zeynəb də qətiyyətlə dedilər ki, biz boşanmalıyıq. Bu məsələ olandan sonra indi Allah Mütəala növbəti bir daha ciddi bir strateji dağıtmaq üçün Peyğəmbəri mükəlləf elədi. Bax, bu Peyğəmbər üçün ümumiyyətlə çətin bir məsələ idi. Doğrudan da çətin məsələ idi. Həm özü cəhətindən çətin idi. Bir mənada özü cəhətindən. Həm də ki, cəmiyyətin yanında da Peyğəmbər biraz qəribə olacaqdı. Amma bu işə ancaq Peyğəmbər eləsə cəmiyyətin bu strateji dağıla bilər. Başqa heç nə. O da bildiyinizdə nə məsələdir? Məsələ bundan ibarət ki, Zeydə hamı Peyğəmbərin oğlu deyir. Zeynəb indi Peyğəmbərin gəlini kimi oluraq. Amma əslində isə belə deyil. Nə Zeyd Peyğəmbərin öz doğma oğlu deyil, qan oğlu deyil. Nə də ki, Zeynəb onun o qanından olan oğlunun xanımı deyil. Ona görə də cəmiyyətdə də bir xüsusiyyət var, bir adət var, növbəti bir stereotipdir. O da budur ki, o cəmiyyətdə birdən bir kişi öz xanımını boşasa, o xanımın qaynatası əslində o həqiqi qaynata onsuz da ala bilməz. Yəni bir nəfər oğlanın atası oğlan xanımı boşayandan sonra ala bilməz. Çünki onun gəlinidir. Amma oğulluq həqiqi belə deyək, qohumluq deyil axı. Ona görə də Allah həqiqi olmayan qohumluğu, belə bir evliliyi problem bilmir. Amma o cəmiyyət oğulluğun xanımını da oğlan boşasa almağı problem bilirdi. Elə bilirəm ki, aydın oldu da. Yəni Peyğəmbər Zeyd Peyğəmbərin oğulluğu idi. Zeyd Zeynəbi boşayandan sonra Peyğəmbər onu ala bilməzdi cəmaatın nəzərində. Amma Allah da deyir ki, burada heç bir problem yoxdur, bunu etməlisən. Başqa hər kəs etsəydi, məsələn, hətta Həzrəti Əli də etsəydi, cəmiyyətdə bu iş alınmayacaqdı. Çünki Peyğəmbər qədər nüfuzlu bir şəxs lazım idi. Ona görə də aləmlərin Allahı bu işi məhz Peyğəmbərə tapşırdı. Dedi ki, ey Peyğəmbər, bunu etməlisən. Peyğəmbər üçün bu çox çətin idi. Cəmaat ona yaxşı baxmayacaqdı. Həm də ki, indi Zeynəb onun bir vaxt Zeydin yoldaşı və s. çox cəhətindən problemli idi. Bilirsiniz, bir dənə də məsələ deyim ki, Peyğəmbərin məsələn 15-ə yaxın xanımı olub. Bunların hamısı zərurətdən olub. Peyğəmbər nəuzubillah ehtiraslı biri deyil idi ki, sıradan ariflər belə öz hisslərinə, təbiətinə qalib gəlmiş kəslərdir. O ki, qalmışdı Peyğəmbər ola. Amma Peyğəmbər bu şeyləri hansısa bir zərurətdən eləyirdi. Bəzi də var. Məsəl üçün, hər xanımı barəsində tarix yazır ki, burada hansı məsləhətə uyğun şeylər eləyirdi. Alimlər öz fikirlərini deyiblər. Məsəl üçün, bu xanımla filan niyyətə görə evləndi. Bu xanımla filan niyyətə görə evləndi. Başqa kişilərə 4 dənə xanım icazəli idisə, hətta Həzrət Əliyə də, amma Peyğəmbərə 4, yəni ümumiyyətlə rəqəm yox idi. Peyğəmbər üçün rəqəm yox idi. Və Peyğəmbər eyni zamanda bir çox xanımlarla ailəli olurdu, evli olurdu. Bunlar heç biri nəuzullah Peyğəmbərin ehtiras məsələlərinə görə deyil ki. Ona görə də Peyğəmbər üçün bu məsələlər də var idi. Amma Peyğəmbərdən başqası eləyə bilməzdi deyə bəzi şeyləri Peyğəmbər edir. Yəni Peyğəmbərə lazım idi çox xanım olsun. Bugünkü kişi, məsələn mən hərdən dostlarla danışıram. Deyirəm ki, məsələn ailə qurmaq barəsində. Bugün heç bizim cəmiyyətimizdə də qanuni olaraq buna icazə yoxdur. Amma heç kişilərin də əksəriyyət deyəndə bəlkə də elə hamısı deyirlər ki, biz qəti şəkildə bu işi görməliyik. Çünki bu problemdən başqa bir şey deyil. Ancaq zərurətdə olsa hansısa bir kişi bunu şey cəhətindən eləyə bilər özü də onu. Yəni qanuni cəhətdən də, hüquqi cəhətdən də eləyə bilməz. Və nə üçün? Çünki Quran deyir ki, onların 2 xanımın, 3 dənədirsə 3 xanımın, 4 dənədirsə 4 xanımın hüquqlarını bərabər şəkildə saxlamaq lazımdır.
Yəni onların bütün haqqlarına riayət etmək lazımdır. Sonra Quran buyurur ki, bu iş çox çətindir. Bu iş çox çətindir. Ona görə də heç bir kişi bunu bu məsuliyyəti üzərinə götürmək istəmir. Yəni peyğəmbərə də bu lazım deyil idi bu qədər. Amma hansısa bir başqa zərurətlərdən bunu edir. Mən bunu peyğəmbərin məzlumiyyəti üçün gətirirəm. Bildiniz nəyi demək istəyirəm? Amma bəzi imansız adamlar peyğəmbəri çox arvadlılıqda qınayırlar. Halbuki bunlar peyğəmbər üçün çox pis sözlərdir də, yəni bunlar peyğəmbərə yaraşmayan sözlərdir. Çünki sözün həqiqi mənasında belə deyil axı. Və sair və ilə axır. Yaxşı, bu şəhvətçil olmaq peyğəmbərdən çox-çox uzaqda. Peyğəmbər əgər öz hisslərinə qalib olmayıbsa, onda nə oldu? Yəni əgər bir mömin belə öz hisslərinə qalib olursa, nəfsi ilə mübarizə aparıb bir arif olursa, onda peyğəmbər nə olmuşdu peyğəmbərə? Yaxşı. Ona görə də peyğəmbərə bu cəhətdən də çətin idi. Zeynəblə də ailə qurmaq. Amma peyğəmbər bütün ömrünü, həyatını, hər bir şeyini Allahın dini üçün fəda eləmişdi. Ona görə də razılaşdı. Ayə belə idi. Zeyd zövcəsi ilə əlaqəni kəsdikdə, yəni boşadıqda, səni onunla evləndirdik ki, Allah deyir fəlsəfəsini. Oğulluqları öz övrətlərini, övrət yəni xanımlarını, öz övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmaz. Allah deyir ki, mən səni ondan evləndirdim ki, indən sonra, ey Peyğəmbər, bu gündən sonra qiyamətə qədər hər bir müsəlman, mənim sözümü eşidən adam, mənə itaət eləyən adam, öz oğulluğunun xanımı, o xanımı boşasa, mömin adam üçün o xanımı almaqda problem olmasın. Çünki burada heç bir problem yoxdur. Çünki o oğulluq onun həqiqi oğlu deyil. Ərəblər onu öz oğulları kimi artıq başa düşürdülər və onların qeyrətinə toxunurdu ki, belə şey olmaz. Amma bu dəfə Peyğəmbər eləyirsə, heç bir ərəb gəlib bir söz deyə bilməz. Deyəməz ki, Peyğəmbər, belə şey eləmə, bizim adət-ənənəmizdə bu çox pis şeydir. Bunu Peyğəmbər, çünki Peyğəmbərdə onun nüfuzu var, həm bu cəhətdən demək olmazdı, həm də ayə gəldi. Allah da ayə ilə Peyğəmbərə kömək elədi. Maraqlıdır ki, bəziləri başladılar, bəziləri o münafiqlər söz gəzdirdilər. Başladılar ki, Peyğəmbər öz oğlunun arvadını aldı filan, belə deyəndə Allah bir dənə ayə göndərdi. Buyurdu ki, Muhammed aranızdakı kişilərdən heç birinin atası deyil. Vəssalam. O ki, siz deyirsiniz, onun oğlu filan, Allah dedi ki, o heç birinizin atası deyil. Vəssalam. O Allahın Peyğəmbəridir, Allah hər şeyi bilər. Allah bax, bu ayələrlə də Peyğəmbərə kömək edir. Niyə? Çünki Allahla Peyğəmbər əl-ələ verib, insanlığa öz rəhmətini nazil eləməkdir. Əlhəmdülillah, Rabbil aləm. Allah insanlıq üçün, görürsünüz də ayədə nə deyir ki, mən belə elədim ki, oğulluqları, öz övrətləri boşadıqları zaman onlarla evlənməkdə möminlər üçün heç bir çətinlik olmaz. Yəni, möminlərin işini, bəndələrimin işini asanlaşdırmaq üçün bunu eləyirəm. Və Peyğəmbərlə də əl-ələ verir. Peyğəmbər görün nə qədər insanlıq üçün çalışıb. Yenə deyirəm, bayaq dərsin əvvəlində də bayaq deyirdim ki, biz bəzən Peyğəmbərin bizə xidmətini ancaq nədə görürük? O müharibələrdə, o döyüşlərdə, Quran gətirməkdə, vəhy nazil olanda çox çətin vəhy qəbul eləyirdi və s. Amma Peyğəmbər bu şeylərdə də əziyyət çəkirdi. Cəmiyyətin stereotiplərini sındırmaq üçün də o mükəlləf olmuşdu. Çox məsələlərdir. Və Peyğəmbər evləndi. Zeynəblə evləndi. Quranda deməli, Əhzab surəsinin növbəti ayələrində başqa bir məsələlər də var. Orada göstərilir ki, Peyğəmbər qorxurdu. Ayədə belə deyir. Ya Peyğəmbər, xatırla bir zaman Allahın nemət verdiyi və sənin özünün də nemət verdiyin şəxsə, yəni Zeyd ibn Harisəyə, zövcəni saxla, boşama, Allahdan qorx deyirdin. Bundan sonra deyir ki, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayırdın. Bax, bu ürəyində gizli saxlayırdın sözünü bəzi qərəzli şərhşünaslar Peyğəmbərə ləkə yapışdırmaq üçün özlərindən bir dastan düzəldiblər. Deyiblər ki, Peyğəmbər burada ki, Allah deyir, ürəyində gizli saxlayırdın. Deyir, bilirsiniz o nə idi? Peyğəmbər bir gün Zeydin evinə getmişdi.
Zeynəbi gördü, çox xoşu gəldi Zeynəbdən və bunu da Zeyd hiss elədi. Ona görə də Zeyd tez arvadını boşamaq istədi ki, peyğəmbəri çox istəyirdi axı, peyğəmbər ondan evlənsin. Peyğəmbərin də ona gözü düşmüşdü axı. Gözü düşmüşdü və içində bəzi şeyi saxlayırdı. Allah da dedi ki, sənin ürəyində gizlətdiyin şeyi Allah aşkar etmək istəyir. Bu çox pis sözdür də peyğəmbər barəsində. Əvvəla peyğəmbərə Zeyddən əvvəl Zeynəb demişdi. Zeynəb demişdi ki, mən sənə ərə getməyə hazıram. Peyğəmbər demişdi ki, buna ehtiyac yoxdur. İkinci məsələ budur ki, peyğəmbər əgər elə nəinki öz oğulluğunun arvadını, ümumiyyətlə hər kəsə, başqa birinin arvadına peyğəmbərin gözünün düşməyi nədir? Filan nədir? Təzədən bu dəfə Zeydin özü də pis iş görür. Öz arvadını boşuyur ki. Və bunlar hamısı çox pis bir senaridir. Bunlar cahillik senarisidir ki, bunu peyğəmbərə nisbət verirlər və bu çox ayıblı bir məsələdir. Halbuki onun başqa mənası var. Allah orada deyir ki, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır. O əslində nə idi gizli saxladığı şey? O ki, Zeyd gəldi dedi ki, ya Rasulallah, mən bunu boşuyuram. Peyğəmbər də istəmirdi boşasın. Düz niyə? Çünki iki dənə cütlük boşananda Allahın heç xoşu gəlmir. Çünki boşanma prosesi özü də pisdir. Qohum əqrabalar arasında pisdir. Bu adam sonra kimlə ailə quracaq? Bu kimlə ailə quracaq? Orada çoxlu problemlər var. Ona görə də Allah heç bir vəclə istəmir. Heç bir vəclə deyəndə, yəni daha çox istəmir ki, boşanma olsun. Ancaq zərurətdə olsun. Hətta hədislərdə var ki, kim boşansa ərşin sütunları titrir. Əlbəttə bu o demək deyildi, boşanma olmaz. Boşanma olar, amma zərurətdə də. Elə hər çətinlikdə boşanma olmaz. Ona görə də peyğəmbər istəmirdi ki, Zeyd boşansın. Amma həm də bir məsələdən də xəbəri var idi, qeybi olaraq xəbəri var idi ki, amma mən nə qədər tövsiyə eləsəm də bu iş artıq boşanmaya gəlib çıxacaq. Halbuki nə Zeydin xəbəri yoxdur, nə Zeynəbin xəbəri yoxdur. Amma mənim xəbərim var. Mənə Allah xəbər verib ki, bunlar əvvəl-axır boşanacaq. Ona görə də peyğəmbər ona deyirdi ki, xanımını boşama. Allahdan qorx, xanımını boşama. Və elə peyğəmbər, bilirsiniz nə? Həm də peyğəmbər bunu həm də deməli idi. Biri budur ki, doğrudan peyğəmbər istəmirdi onlar boşansın. İkinci məsələ budur ki, peyğəmbər bunu deməsə, ki, yaxşı boşar. Belə desə, sabah Zeynəbi alsa, cəmaət də deyər, Zeyd də deyər ki, peyğəmbər, heç boşama demədin ha. Elə o dəqiqədə, onun da peyğəmbərin həm vəzifəsi idi desin ki, boşama, ki, kəş boşanmayaydılar. Həm də ki, başqa bir məsələ də bu idi ki, peyğəmbər doğrudan da istəmirdi axı. Həm peyğəmbər doğrudan da istəmirdi, həm də ki, peyğəmbərin vəzifəsidir ki, boşananlara desin ki, boşanma. Yaxşı, indi bu hadisə də belə olur ki, belə bir hadisə baş verdiyinə görə Allah deyir ki, bunlar alınmayacaq və sən yeri gəlmişkən cəmiyyətdə bu stereotipi dağıt. Ona görə də Allah deyir ki, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır. Yəni Allah onu sənə aşkar etmişdi. Sən bilirdin ki, onlar əvvəl-axır boşanacaqlar, amma sən onu ürəyində gizli saxladın. Çünki onlar boşanmamışdan qabaq bunu desəydin, düzgün şey olmazdı. Sən ona narahat idin. Yaxşı. Təfsirçilər bu ayənin təfsirində deyilir ki, peyğəmbərin gizli saxladığı şey Allahın ona əta etdiyi vəhy idi. Allah o həzrətə vəhy etmişdi ki, Zeyd Zeynəbi boşayacaq, sən isə oğlunun arvadı ilə evlənmək olmaz fikrini, stereotipini yanlış olduğunu göstərəcəksən cəmiyyətə və onunla evlənməlisən. Ona görə də peyğəmbər Zeydə boşanmamasını tövsiyə eləyəndə həmən vəhy yadını düşürdü və qorxurdu. Narahat olurdu ondan. Qorxur deyəndə, yəni gizlədirdi onu ki, yəni ümumiyyətlə yeri yox idi də Zeydə desin ki, Zeyd. Amma belə Allah da bunu özü aşkara çıxardır. Ki, yəni əvvəldən peyğəmbər bilirdi ki, belə olacaq, amma o yenə də sizin boşanmamanızı istəyirdi. Sonra ayənin davamında deyir ki, sən adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğun ən çox layiq olan Allahdır. Bu ayəni də gətirir həmin o qərəzli şərqşünaslar. Deyir ki, bu ayədə də biz görürük ki, peyğəmbər qorxurdu. Güya niyə qorxurmuş? Güya bilinərmiş ki, sonradan xəbər tutularmış ki, sən demə peyğəmbərin nəuzubillah Zeynəbdə gözü qalıb. Ona görə deyirsən, adamlardan qorxurdu.
Biz də deyirik ki, cavabında əvvəla peyğəmbər o işi görməz. O iş pis iş olar. O iş pis işdirsə Allah onu gərək tənqid eləsin, təhqir eləsin, peyğəmbəri başa salsın. Halbuki biz bütün bunların içində, bu ailənin içində Allahın peyğəmbərlə əl-ələ verdiyini biz görürük. Allahın peyğəmbərlə əl-ələ verdiyini görürük ki, Allah bunun heç birində yəni peyğəmbəri danlamır. Əksinə görə nə deyir ki, sən adamlardan qorxurdun. Qorxurdun ki, peyğəmbər oğulluğunu boşadığı qadınla evlənir deyərlər. Deyir, bundan qorxurdun. Halbuki sən ondan qorxmamalısan. Allah deyir, qorxma. Əgər peyğəmbər səhv eləyibsə də nəuzubillah, Allah deyir, qorxma. Əgər deyirsə qorxma, onlardan qorxma, məndən qorx, deməkdir ki, sən düz iş görmüsən. Yaxşı. Peyğəmbər bəs niyə qorxurdu? Qorxurdu ki, deməli, Peyğəmbər bir gizli saxlayırdı, bir də qorxurdu. Bu iki dənə ayədən bunu başa düşürük də. Yuxarıdakı ayədə dedi ki, ey Peyğəmbər, sən bəzi şeyləri ürəyində gizli saxlayırdın. Nə idi? Çünki Zeyd gəlib deyəndə ki, biz boşanmaq istəyir, sən deyirdin ki, Allahdan qorx, boşanma. Deyir, amma həmən vaxt sənin ürəyində bir şey vardı. Yəni nə? Yəni biz sənə vəhy eləmişdik. Sən bunu gizlin saxlayırdın. Amma Zeydə demirdi. Yaxşı da eləyib demirdi. İkinci budur ki, ikinci ayədə deyir ki, adamlardan qorxurdun. Halbuki əslində qorxmalı olan ən çox Allahdır. Onlardan qorxma. Burada niyə qorxurdu Peyğəmbər? Qorxurdu ki, sabah Peyğəmbərə deyərlər ki, özü boşatdırdı və onunla evləndi. Bax, bundan qorxurdu. Allah dedi ki, bundan qorxma, narahat olma. Mən sənin arxandayım, bu məsələni həll eləyəcəyik. Və doğrudan da belə də oldu. Onlar Allahla sanki əl-ələ verdilər və həll elədilər o məsələni. Bax, bu da belə məsələlərdən biri. Deməli, bu hadisədən də öyrəndik ki, Peyğəmbər sallallahu bütün varlığı ilə, izzəti ilə, hər bir şeyi ilə Allahın dininə xidmət eləyirdi və insanlıq üçün dinin belə deyim, bütün həqiqətlərini ortaya qoyması üçün çalışırdı. İnsanlıq dinə çatsın deyə bütün həqiqətlərin insanlara çatması üçün çalışırdı. Hər bir şeyi xərcləyirdi bu yolda. Malından, pulundan, canından, heysiyyatından, izzətindən, hər şeydən keçirdi ki, insanlıq xoşbəxt olsun. Allahın salam, salavat, rəhmət və bərəkət olsun Peyğəmbərə. Burada Domətül Cəndəl yürüşü var və Xəndək döyüşü var. Düzdür ki, vaxtımız var, bir 5-10 dəqiqə, amma onlar yeni bir mövzulardır. Onlara girsəm həm mən, həm siz yorulacaqsınız. Elə bilirəm ki, bu qədər kifayətdir. Sualınız da varsa, buyur. Yaxşı, belə görürəm ki, sualınız yoxdur. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərs mövzumuzu davam elətdirəcəyik. Sağ olun.